Cənub qaz dəhlizinə qoyulan investisiyalar artıq özünü doğruldur və layihənin genişləndirilməsi istiqamətində Avropa İttifaqı ilə dialoq davam etdirilir. Bunu Energetika naziri Pərviz Şahbazov Bakıda Cənub qaz dəhlizi məşvərət şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji məşvərət şurası çərçivəsində nazirlərin 4-cü iclaslarının nəticələrinə həsr olunmuş mətbuat konfransında bildirib. Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Dan Jorgensen isə qeyd edib ki, İttifaq və Azərbaycan Brüsseldə enerji üzrə yüksək səviyyəli dialoq keçirmək barədə razılığa gəlib. Elektrik enerjisi koridorları, layihələri Avropa İttifaqı tərəfindən dəstəklənir. Dəstəklənir bir də ona görə ki, bu interkonnektorlar Azərbaycanı həm Avropa ilə, həm Mərkəzi Asiya ilə və gələcəkdə yaxın şərqlə də birləşdirmək imkanları ortaya qoyur və biz bu istiqamətdə gündəlik demək olar çalışırıq və Avropa İttifaqı ilə də bu layihələri koordinasiya edirik. Əməkdaşlığımız və tərəfdaşlığımız bərpa olunan enerji sahəsində də həyata keçirilir. Bilirik ki, Azərbaycan bu baxımdan işləri aparır və siz gələn illər ərzində yaşıl enerjinin həcmlərini artıracaqsınız. Ola bilsin ki, bu da elə bir sahəyə çevrilsin ki, Avropa İttifaqının şirkətləri həmçinin bu keçidi asanlaşdıra bilsin və bu da hər iki tərəfə fayda gətirsin. Enerji səmərəliyinə də bu sözləri aid etmək olar. Biz enerji dialoqumuzu bu ilin sonunda Brüsseldə davam etdirəcəyik və səbirsizliklə sizi gözləyəcəm.